Özünüzü təqdim edin, sizi daha yaxından tanıyaq. Adım Ülkərdir. Azərbaycanda məni Azərbaycanlı alman həkim olaraq tanıyırlar. Bakalavr təhsilimi Azərbaycan Tibb Universitetində bitirdikdən sonra 10 ilə yaxındır ki, Almaniyada həkim olaraq fəaliyyət göstərirəm. Ülkər xanım, qadın və kişi orqanizmi arasında əsas fizioloji və enerji fərqləri hansılardır? Ümumiyyətlə qadın təbiəti gərəyi soyuqdur. Bu onun anemiyaya meyilli olması ilə, yəni qan azlığına meyilli olması ilə əlaqədardır. Bildiyiniz kimi hər ay qadınlar qan itirir və buna görə də daha çox üşüyən olaraq bilinir. Yəni siz bizim əvvəlki dövrlərdə nənələrimizə baxsanız heç bir nənəmizi yayda istidir deyə üzr istəyirəm soyunan görməzsiniz. Bu bizim normal halımızdır. Hətta əvvəlki dövrlərdən oğlan uşaqlarına isti geyinmə qadağan edilirdi. Məsələn, Almaniyada oğlan uşaqları bezlərdən daha tez çıxarılır və ya qış aylarında qar belə olsa onlara qısa şortlar geyindirilir ki, bu onlar üçün daha xeyirlidir. Amma hazırki dövrdə ətrafınızda gördüyünüz qadınlar soruşa bilərsiniz ki, nəyə görə onlara soyuq deyil, onlar üşümürlər. Çünki əslində içəridə daha çox eril enerji daşıyırlar. Bu eril enerji daha çox diqqət cəlb etməkdən də ötəri pul qazanmaq məqsədi daşıyır. Məsələn, klimaksda olan xanımlarda getdikcə bizim qadın hormonlarımız enir, testosteron qalxır deyə artıq onlar çox da üşümürlər. Əksinə onlara istilik gəlir, isti basma, tərləmə və s. Buradan da görə bilərik ki, əslində normal fizioloji funksiyası ilə qadınlarımızın hazırki həyat tərzi, hazırki davranışları uyğun gəlmir. Bəs kişilərdə bu necə olur? Kişilərdə isə bunun tam əksidir. Yəni belə deyə bilərik, kişi hormonu olan testosteron qaraciyərdə xolesterinlə ifraz olunur və bunun yuxu ilə çox böyük əlaqəsi var. Yəni insan nə qədər çox yatarsa, o qədər testosteron qadın hormonuna, estradiola çevrilər. Ümumiyyətlə indi fikir versəniz, qadınlarımızın çoxunun yuxusu qısa və keyfiyyətsizdir. Bunun tam əksi olaraq kişilərimizin yuxusu daha uzun və daha effektlidir, belə deyim. Məsələn, adətən hamilə qadınlara məsləhət görülür, yaxşı yatsınlar ki, o zaman prolaktin ifraz olunur, süd ifrazı və s. və ilaxır. Eləcə də qısa və keyfiyyətsiz yuxuya yatan qadın artıq testosteronu artmış olur. Yəni yenə eyni şeyə qayıdırıq ki, onlarda eril enerjinin artması olur. Tam əksi, kişilər daha uzun və keyfiyyətli yuxu yatdıqca artıq testosteron azalır, estradiol qalxır və bu zamanda həmin bu balansı qoruya bilmirik. Hazırki dövrdə kişilərin xarici görünüşü sizə onların sağlamlığı haqqında nə deyir? Ümumiyyətlə, uzun saçlar qadın enerjisidir. İndi deyə bilərsiniz ki, Ülkər xanım, əgər qadın enerjisisə, niyə saçlarınız qısadır? Buna səbəb təcili olaraq 40 dərəcə istidə, bildiyiniz kimi Almaniyada kondisionersiz, yəni nə evlərdə, nə xəstəxanalarda kondisioner yoxdur. Bir saat ərzində yəni bu qərarı verib saçımı kəsmişəm. Və tarixdə də uzun saçlı kişilərimiz olub. Amma biraz dərindən araşdırsaq görürük ki, məsələn, Leonardo da Vinci gözəl əsərlər yaradıb. Mona Lisa yəni çox məşhurdur, amma onun şəxsi həyatı ilə maraqlananda görürük ki, həqiqətən orada qadın enerjisi biraz yüksəkdir. Yəni yaratmaq varsa, zaten orada qadın enerjisi var. Və testosteron saçları tökər. Hətta testosteronu yüksək olan qadınlarda saç tökülməsi olur. Tam əksi, estradiol qadın hormonu isə qadını gözəlləşdirər. Məsələn, hamilə qadınlarımızda istər dərisində, istər saçında gözəlləşmə olur. Elə bir dövrə gəlib çatmışıq ki, saçı olan kişilər olmayan kişiləri kompleksə salır. Və nəticədə saç əkdirmə, baxım və s. və o nə olur? Getdikcə həmin kişilərdə də artıq testosteronun enməsini görürük. Normalda isə kişi özünə baxım eləməz. Yəni saçı, qaşı, bilməm nə, bunlara baxım etsə belə bunu kimsə görməməlidir. Bu daha çox qadın enerjisidir. Yəni qadın bunu istəyər. Əvvəlki dövrlərimizə baxdığınızda, məsələn, Məşədi İbad o mənim üçün tam bir enerji obrazıdır, qarnı və s. və ilaxır. Məsələn, bugün six-pack dediyimizi insanlarımız səhv anlayıblar. Nə edirlər? Bütün günü protein qəbul edirlər, böyrəklərini sıradan çıxardırlar. Gecənin bir yarısı səhər tezdən fitness studiyalarda işləyirlər və s. və ilaxır ki, yəni gözəl görünsünlər. Və burada artıq eril enerjidən söhbət gedə bilməz. Bu artıq diqqət cəlb etmək üçün olan qadın enerjisidir. Son zamanlar kortizol hormonu haqqında
çox danışılır. Kortizol hormonu haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə düşünürəm ki, Azərbaycanda bəlamız hər hansısa bir şeyi öyrənirik və ya eşidirik, məşhurlaşdırırıq, amma onun haqqında tam olaraq maariflənmirik. Məsələn, illər öncə eyni problemi biz vitamin D ilə yaşayırdıqsa, sonralar buna vitamin B12 qoşuldu, Bəli. sonralar maqnezium qoşuldu. İndi isə hər kəsin dilində bir söz var ki, kortizol hormonunu necə endirə bilərəm? Təbii ki, burada söhbət ixtisasından asılı olmayaraq tam olaraq tibbdən xəbər olmayanlardan gedir. Baxın, kortizol bizim stres hormonumuzdur. Siz onu nəsə qəbul eləyərək endirə bilməzsiniz. Siz yalnız stresə özünüzü dözümlü, rezistent etməlisiniz ki, bədəniniz kortizol ifraz eləməsin. Yoxsa kimsə sizə deyirsə ki, hər hansısa bir bitkini qəbul eləyin və bu kortizolu endirəcək, sizi arıqladacaq, sizi daha sağlam edəcək. Bu mifdir. Bunu kimsə sübut eləyə bilməz. Amma hal-hazırda tibb o qədər inkişaf edib ki, stresə rezistent etmək üçün xüsusi səhərlər qəbul etdiyimiz maddələr var ki, bunlar bizi stresə dözümlü edir. Məsələn, hər hansısa bir müdirlə görüşəndə və ya hər hansısa bir stres vəziyyətində onu qəbul etdiyinizdə artıq ona adekvat reaksiya verirsiniz. Bədənin adekvat reaksiyası nədir? Yetkin insanın stresə dözümlülüyü və nəticədə kortizolun bədəndə normada qalması. Məsələn, tədqiqatlar aparılıb ki, nəyə görə Fransada insanlar daha çox yaşayır? Çünki onların stresi yoxdur. Əlbəttə ki, stresləri var, amma buna səbəb bilinib ki, qırmızı çaxırdır. Qırmızı çaxırın çox qəbul olunur da insanların uzun ömürlülüyünə gətirib çıxarır. Mən Azərbaycandakı qadınlarımıza adətən bunu məsləhət görürəm, amma biz kimsə məcbur edə bilmərik ki, bura dinimiz, bura mentalitetimiz daxildir ki, bütün günü qırmızı çaxır için və stressdən uzaq olun. Amma onun alternativi çıxıb. Məsələn, qırmızı çaxırın içində alkoqol var, amma alkoqolsuz sırf qırmızı çaxırın tərkibindəki maddələri içərən dərmanlar var ki, onlar bizi səhərlər gündəlik dərmanlarımıza daxildir. Dərman dediyimdə qida əlavəsi, yəni tərkibində heç bir kimyəvi maddə yoxdur. Bu bizi stresə rezistent edir və nəticədə təbii ki, ağrıqlayırıq, təbii ki, gözəlləşirik, təbii ki, dərimiz gözəlləşir, cavanlaşırıq, ömrümüz uzanır. Amma bu, yəni dərin elm tələb edən bir şeydir. Ona görə hər eşitdiyinizə bunu için kortizol hormonumu enəcək, mənə inanın o qədər deyimə və ya mesajlar gəlir ki, bunu məsləhət gördülər və dedilər ki, dəqiqliklə kortizol enəcək. Mən məsləhət görərdim ki, həmin insanlar kortizolun fiziologiyasını yenidən oxusunlar. Gələcəkdə Ülker xanım Azərbaycan qadını necə görmək istərdi? Bizim bugün necə görünməyimiz, özümüzü necə aparmağımız bizim gələcəyimizin güzgüsüdür. Mən məsələn qızımın bir Azərbaycanlı qadın kimi formalaşmasını istəyərdim. Hal-hazırda ətrafda gördüyümüz, çox üzr istəyirəm ifadəmə görə, küçə mədəniyyəti ilə deyil. Kimsə deyə bilər ki, bu müasirləşməkdir, bu Avropa mədəniyyətidir. Bir 10 il Avropada yaşayan bir insan kimi deyə bilərəm ki, Avropanın bununla bir əlaqəsi yoxdur. Əvvəlki Azərbaycan qadını görsəniz və ya əvvəlki kraliyyət ailələrini görsəniz, qadınların bağlı geyimləri, xüsusilə örpəyin olduğunu görərsiniz. Yəni bunun belə elmi bir açıqlaması var. Yəni bugün psixoloqların hər kəsə öyrətdiyi o amigdala dediyimiz hissədən biz örpək taxırdıq. Nəyə görə? Dediyim üşüyən qadın bədəni saç qadına xasdır. Yuyulan saç beyin üçün əlavə bir xəstəlik risk faktorudur. Və qadınlarımız nə edirdi? O örpəklə o yaş saçın beyninə olan ziyanının qarşısını alırdı. Nəticədə əvvəlki dövrlərə baxsanız, psixi xəstəliklər qadınlarımıza daha az rast gəlinirdi. Amma hazırki dövrdə xüsusilə qadınlarda mənim bir 90% xəstələrimi psixi xəstəlikləri olan qadınlar təşkil edir. Çoxalmasının səbəbi də budur. O örpək, məsələn, əvvəlki istər Cənubi Azərbaycan qadını görsəniz, onların geyimi mən baxanda ürəyim açılır. Tam tərsini mən hal-hazırda şəhərə gedəndə öz qadınlarımızda hiss edirəm. O örpək əslində onları qoruyur. Və həqiqətən də, məsələn, bizim nənələrimizin bəlkə də ali təhsili yox idi. Bugün buna çox rahatlıqla biz əldə eləyə bilirik. Amma o qədər müdrikliyi var idi ki, bu nədən irəli gəlir? Çünki o örpəklə bağlı geyinməklə onlar qadın enerjisini saxlayırdılar. Və zaten qadın müdriklikdir. Amma hal-hazırda bunun əksini görürüksə, deməli ortada qadınlarımızda eril enerji var. Və bu mənim üçün bir alarmdır, bir tragediyadır.